Bu həftənin az şərtli iş elanlarından da bəhs etmək istəyirəm mən sizə yoldaşlar. Onların arasında bir 3-4 dənə kargüzar işi var yoldaşlar. Part-time olaraq misal üçün kargüzar işi var. Gəlin ilk öncə ondan bəhs edeyim. Bir sıra işlərdən bəhs edeyim. Elə ancaq kargüzar işindən bəhs eləməyəcəm Allah qoysa. Misal üçün kargüzar işi var part-time, yəni yarım ştat. Səhər saat 9-dan 1-ə qədər. Yəni neçə saat eləyir? 3 saat eləyir də, düzdürmü? 4 saat danışır. 4 saat, 4 saat. 400 manat verir. Yəni əslində bu cür hesablayın da. 8 saat işləsəniz, deməli 800 manat verir. Yəni 4 saatlıq bir işdir 400 manat verir. 19-25 yaşlı şəxs olmalısınız. Word Excel-i bilirsinizsə, hətta natamam ali təhsilli olsanız müraciət edə bilərsiniz. Bakalavr və magistr tələbələr yəni müraciət edə bilər. Belə bir işdir. Bundan əlavə hətta bələdiyyədə də iş var buna bənzər iş. Reception kargüzar işi də var yoldaşlar. Bank olmayan kredi təşkilatında orada da var. Sonra ofis əməliyyatları üzrə əməliyyatçı işi var. Sonra bələdiyyədə iş var, kargüzar işi var təcrübəçi olaraq. Sonra qeydiyyatçı işi var. Gəlin o qeydiyyatçı işindən də bəhs edeyim mən sizə. Bu da plazadadır yoldaşlar. SCR Plaza biznes mərkəzinə lazımdır. Orta ixtisasınız varsa, rus dilini orta, ingilis dilini orta, ofis proqramlarını bilirsinizsə, bu işə müraciət edə bilərsiniz. 500 manat da əmək haqqısıdır. Sonra satış meneceri üzrə də təcrübəçi işi var, ofis operatoru işi var, sonra icrası assistent işi var. Daha rahat, daha gözəl işlərdən də birindən bəhs edeyim. Yəni, müasir işlərdən də birindən bəhs etmək istəyirəm. Misal üçün, aranızda əgər ən gözəl, bu həftənin ən gözəl işlərinə, daha doğrusu az şərtli işlərinə gözəl bir nümunədir bu iş yoldaşlar. Sizdən işini tələb eləmir demək olar yoldaşlar. Ali təhsilli olun, əla səviyyədə Excel və Power BI bilikləriniz olsun. Yəni, belə deyək də, sadə dildə desək, yəni işinə tələb eləmir sizdən. Yəni, əsas məsələ Excel və Power BI-nin olun, ali təhsilli şəxs olun. Olardınızsa əgər, varsanızda aranızda elə biri, Binəqədi rayonunda elə bir iş var, təxminən 842 manat qazana biləcəyiniz bir işdir. Binəqədi rayonunda olsa da belə, servis xidmətləri də var, iş yerinə gəlib gəlməniz üçün yoldaşlar. Analitik bacarıqları sahibsinizsə, bu işə müraciət edə bilərsiniz. Sonra səthə müzə təcrübəsi işi var, sonra Unimarkda iş var yoldaşlar, ofis meneceri işi var, Unimark yəni belə deyim də, açıq qapı elan edir bir növ. Sonra Unimarkda müştəri əlaqələri şöbəsində işçiyə ehtiyac var, həmçinin. Yəni, Unimarkdakı iş elə ancaq bundan ibarət deyil, yəni o cür düşünməyin. Ali təhsiliniz varsa, rus dilini sərbəst bilirsinizsə, ofis proqramlarını bilirsinizsə, bu assistent işinə müraciət edə bilərsiniz Unimarkdakı. Sonra Dəniz Molda universal satıcı işi var, sonra çağrı mərkəzində operator işi var. Əlaqə mərkəzi üzrə də təcrübəçi işi var, IT üzrə təcrübəçi işi var, multimedia üzrə təcrübəçi işi var, dizayn sahəsində karyer qurmaq istəyənlər üçün fürsət var. Sonra Almarketdə təcrübə tələb eləməyən iş var ki, gecə növbəsi üçündür. 18-50 yaşlı şəxslər üçündür. Suraxanda, Xətayda, Nizamidə, Nərmanabda, Xəzərdə, Sabunçu rayonları üzrədir. İş təcrübəsi tələb eləmir. 18-50 yaşlısınızsa, orta təhsillisinizsə, axşam saat 10-dan səhər saat 8-ə qədərdir. 620 manat maaş verir, üstəgəl bonusu da var. Sonra müştəri xidmətləri üzrə işçiyə ehtiyac var yoldaşlar. Bu da 500 manatlıq işdir, Melisa qrupdadır. Xanımlar üçündür, 20-25 yaşlı xanımlar üçündür. Sonra çapçı köməkçisi işi var 500 manatlıq. Sonra reception qeydiyyatçı işləri var. İşlər, bu tipli işlər kifayət qədər çox olur yoldaşlar. Mən sizi bir qismi ilə tanış elədim. Xanımlar üçündür, baxın, misal üçün, bu reception qeydiyyatçı işi. Bu işlər daha çox kimlərə sərf edir? Gəncdirlər və bunların iş təcrübəsi yoxdur. Və yaxud da təcrübəsi olanlar da ola bilər. Amma başqa bilik və bacarıqları azdır. Həmin şəxslərə sərf edə bilər ki, bu işlərdən fürsət olaraq istifadə eləsinlər, təcrübələrini zənginləşdirsinlər. Bu işlərə də müraciət edəcəksinizsə və yaxud da buna bənzər işlərlə də tanış olmaq istəyirsinizsə, digər işlərlə də tanış olmaq istəyirsinizsə və yaxud da ümumiyyətlə fərqli işlərlə də tanış olmaq istəyirsinizsə, bir sözlə iş tapmaca çətinliyi çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsindən mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrul Əzəvallı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.